Bu günləri aprel ayının 4-üdür, 2026-cı ildir. Artıq yaz fəslidir, havalar yağışlıdır, isti də olur, yağış da olur. Bax, təbiət bax belə gözəl oyanıb, hər şey yaşıllaşır, çiçəklənir, gözəl mənzərəsi var. Baxın. Görürsünüz, belə gözəl mənzərə. Güllərin ətri adamı valeh eləyir. Çox gözəl mənzərədir. Baxın. Hər yer belə yaşıllaşır, çiçəklənir. Adamın ruhu dincəlir. Təbiətin belə gözəlliklərinə baxanda. Baxın. Alça ağacı. Naxçıvan Göyçəsi dediyiniz bax bu alça bir aya, 2 aya artıq hər şey daha da meyvə verəcək, bütün ağaclar çiçəklənəcək, daha da yarpaqlanacaq təbiət.